Əziz və dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu günləri çayın yanında ən tez hazırlaya biləcəyiniz kurabiyə resepti ilə qarşınızdayım. Hazırlamaq üçün bizə lazımdır 200 qram şəkər tozu, yəni 1 stəkan şəkər tozu, üzərinə 2 ədəd yumurtanın sarısını əlavə edib bunları yaxşı-yaxşı qarışdırıram. Qarışdırdıqdan sonra yarım stəkan xamanın üzərinə 1 silə çay qaşığı çayını soda əlavə edib qarışdırıram. Burada xamanı qarışdıranda hiss olunur ki, xama şişir, həcmi artır, yəni yüngülləşir. Əziz xanımlar, əgər xama evdə yoxdursa, qatıqdan da istifadə edə bilərsiniz. Amma qatıqdan istifadə eləsəniz, unu bir damcı artıq aparacaq bu xəmir. Xamanı da əlavə edirəm yumurta pesok qarışımına. Qəşəng bunları qarışdırıram. Daha sonra üzərinə 1 çimdik duz, yəni dada görə, halallığa görə 1 paket vanil, 200 qram da kərə yağı əlavə edirəm. İstənilən yağdan istifadə edə bilərsiniz. Kərə yağı otaq temperaturundadır, yəni çox möhkəm deyil. Yəni qarışdıranda tam həll olur bu qarışıma. Qarışdırdıqdan sonra üzərinə 4 stəkan yarım unu ayırmışam əvvəlcədən, əlavə edirəm, xəmiri yoğururam. Baxın əziz xanımlar, ola bilər sizdə 4 stəkan un getsin, ola bilər 4 stəkan yarım getsin. Xəmiri yoğuranda özünüz əlinizdə xəmirin yumşaqlığını hiss eləyəcəksiniz. Amma burada qeyd edeyim ki, xəmirimiz yumşaqdır. Yəni möhkəm xəmir deyil. Çox gözəl, qəşəng belə yumşaq xəmir əldə etmiş oluram bu ərzaqlarla. Xəmiri tam yoğurduqdan sonra kündələrə ayırıram. Yəni siz kündəyə ayırmaya da bilərsiniz. Elə bir dənə xəmiri bütünlükdə yayıb kəsə bilərsiniz kurabiyələri və yaxud 2 kündə eləyə bilərsiniz. Onun heç bir fərqi yoxdur. 3 kündəyə mən bölürəm. Kündəliyib qoyuram bir kənara. Gözləmədən elə təzədən yayıram xəmiri və kurabiyələri kəsirəm. Burada kurabiyələri mən həm ürək formasında, həm gül formasında, həm də ulduz formasında kəsirəm. İndi siz hansı formada istəsəniz, o formada kəsə bilərsiniz. Burada xəmirin qalınlığını da göstərirəm əziz xanımlar. Yəni çox nazik eləmirəm ki, kurabiyələrimiz quru alınmasın. İndi adam var quru xoşlayır kurabiyəni, əgər quru xoşlayırsa, məsəl üçün mən quru xoşlamıram. Mən xoşlayıram kurabiyələr yumşaq olsun. Bizim bugünkü kurabiyələrimiz də həqiqətən də çox yumşaqdır. Həm ləzzətli, həm yumşaq. Ona görə xəmiri çox nazik yaymamışam. İndi kimsə istəyirsə sizlərdən hansınız ki, bu kurabiyələr biraz quru fason olsun, adamlar elə xoşlayır. Yəni onda həmən eyni bu xəmirdir. Yuxanı biraz nazik yaya bilərsiniz. Ulduz formasında kəsirəm, ötürürəm sobaya. Daha sonra ikinci kündəmizi ürək formasında kəsirəm. Burada çox undan istifadə eləmirəm, düzdür. Bir damcı un səpirəm xəmiri yaymaq üçün. Xəmirimiz çox yumşaqdır. Yəni hər dəfəsində buna unu çox istifadə eləsəm, axı bu fiqurlarla kəsəndə, baxın burada mən kəsirəm. Kəsəndən sonra kənarlarında artıq xəmiri qalır. Mən bu xəmiri təzədən yığıb, elə bil ki, bayaqki birinci kündən də xəmirin kənarlarını yığmışam. Elə bil bunları birləşdirirəm, bir dənə yenidən kündə hazırlayıram. Ona görə deyirəm ki, ununu lap çox istifadə eləməyin ki, elə bil hər dəfəsində bu kündələyəndə kurabiyələrin axırıncı yuxalar möhkəm olar kurabiyələrimizdə. Ondan çox istifadə eləmək lazım deyil. Yüngülvari un səpin. Ondan sonra yuxanı yayıb formada, istənilən formada daha doğrusu kəsmək olar. Axırıncı kündəmizi gül formasında kəsirəm. Bu gül forması da o biri ürəyə, ulduza nisbətən biraz böyük ölçüdədir. Lap sonuncu kündəni gördüyünüz kimi kəsdim və axırda bir damcı xəmirimiz qaldı. Həmən xəmiri də israf etməmək üçün elə bir güllərin üzərinə forma verirəm. Fərqi yoxdur, onu əlinizdə fırladıb adi yumruda şəkər çörəyi formasında da eləyib bişirə bilərsiniz. 170-180 dərəcəli sobada peçenyalarımız hazır oldu. Kurabiyələrimiz inanın yumşaq alındı. Çox gözəl, həm ətri gəlir, həm tez hazırlanan bir şeydir. Həm evdə olan ərzaqlarla da, məsəl üçün evdə xamı olmaya bilər, amma qatıq ola bilər, qatıqdan da istifadə edə bilərsiniz. Yəni buradan kurabiyələrin yumşaqlığı da görünür, gözəl ətri də gəlir. Yəni çayın yanına ən gözəl yaraşan kurabiyələrdən biridir. Heç də insan bunu adam hazırlayanda vaxt itkisi olmur. İnanıram ki, siz də hazırlasınız, çox bəyənərsiniz. Əgər bu videonu da bəyəndinizsə, like atıb abunə olmağı da unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.